Sadəcə xına günlərinə gedib əlimizə naxışlar çəkirik. Amma yapon alimləri deyir ki, xına sadəcə bəzək üçün deyil, eyni zamanda sağlamlıq üçün çox vacib bir nəsnədir. Üstəlik, qaraciyərin xəstəliklərini aradan qaldırır və böyrəyi bərpa edir. Çox maraqlı bir xəbərdir. Evinizdən xınanı əksik eləməyin və nənələrimiz, ulu nənələrimiz kimi adətən ayaqlarınızı, əllərinizi arada xınada saxlayın. Ən azından tam sağlamlıq üçün. Xına qaraciyər xəstəliklərini sağaldır. Yaponiyanın Osaka City Universitetinin alimləri qaraciyər xəstəliklərinin müalicəsində inqilabi nəticə verə biləcək təbii maddə aşkarlayıb. Tədqiqatçılar Lawson Innomes bitkisindən olan Lawson adlı birləşmənin, yəni xınanın zədələnmiş qaraciyər toxumalarını bərpa etmək və fibroz prosesini zəiflətmək qabiliyyətinə malik olduğunu müəyyən edib. Laboratoriya sınaqları göstərib ki, xına hüceyrələrin bərpa prosesini aktivləşdirir. Antioksidant təsir göstərir və toxumanın normal fəaliyyətini bərpa etməyə kömək edir. Heyvanlar üzərində aparılan təcrübələr zamanı fibroz göstəricilərinin azaldığı və hüceyrə qoruyucu zülalların səviyyəsinin yüksəldiyi müşahidə olunub. Tədqiqatın nəticələri hələ yalnız heyvanlar üzərində təsdiqlənib və maddənin insanlar üçün təhlükəsizliyi klinik sınaqlarda sübuta yetirilməyib. Mütəxəssislər xəbərdarlıq edir ki, qaraciyər xəstəliklərinin müalicəsində öz başına təbii vasitələrdən istifadə etmək sağlamlıq üçün riskli ola bilər.